data elmi hansı elmlərin birləşməsindən formalaşıb? Data elmi statistika, operations research, yəni operations research bizdə əməliyyatların tədqiqidir. Bəzi Amerika universitetləri buna management science deyirlər, yəni idarəetmə elmi. Bəzi Amerika universitetləri buna decision science deyirlər bu elmə, yəni qərar vermə elmi. İngiltərə universitetləri operational research deyir. Əslində bu bizdə sadə dillə optimallaşdırma üsulları elmi hesab olunur. Statistika, optimallaşdırma üsulları, bir də computer science, kompüter elmi. Statistika və optimallaşma üsulları tamamilə riyaziyyat əsaslı bir elm sahələridir və burdakı riyazi təhlilləri kompüter texnologiyalarının köməyi ilə daha asan icra etməyə imkan yaradan həllər yaradılıb, texnologiyalar yaradılıb və bu texnologiyalar data science formalaşdırıb. Yəni əslində riyazi əsaslı olan statistika və optimallaşma üsulları olan elmlərini tətbiqi hissəsini kompüter texnologiyalarının kömək eləməklə icra eləmək data science elmini təşkil edir deyə bilərik. Əsasən bu üç istiqamətdən formalaşıb.